Mənfi ədədləri cüt dərəcədən kök altı ifadənin altında necə yazmalıyıq? Gəlin izahına baxaq. İlk növbədə qaydasını təkrar edək. Bizə şərtdə verilir ki, A sıfırdan kiçikdir və A-nı cüt dərəcədən, ikinci dərəcədən kökün altında yazmalıyıq. Biz burada yadımıza salmalıyıq ki, cüt dərəcədən kök altı ifadənin daxili və ümumi ifadənin cavabı mənfi ola bilməz və qarşıda yazılan vuruğu kökün altına yazmaq üçün mütləq kökün dərəcəsinə yüksəltmək lazımdır. Yəni biz burada A-nı kökün daxilində yazmaq üçün mütləq ikinci dərəcəyə, yəni kvadrata yüksəltməliyik. Hal-hazırda biz görürük ki, soldakı ifadədə A sıfırdan kiçikdir. Yəni bu ifadənin işarəsi mənfidir. Lakin sağdakı ifadə cüt dərəcədən kök altı ifadədir və onun cavabı mənfi ola bilməz. Onun işarəsi müsbətdir. Və bilirik ki, mənfi ədəd müsbət ədədə bərabər deyil. Bunların bərabər olması üçün qarşısına mütləq mənfi əlavə etməliyik. İndi isə gəlin ədədlərlə olan nümunələrə baxaq. Hal-hazırda bizə verilmiş ədəd mənfi ədəddir. Biz mənfi 2-ni cüt dərəcədən kökün altına salarkən kvadrata yüksəldəcək və biz burada mənfi 2-nin kvadratı da mənfi 2-ni mənfi 2-yə vuranda müsbət 4 olur. 4-ü 5-ə vurub 20 alınır. Mənfi 2 kök altında 5, İşarəsi mənfidir, mənfi bir ədəddir. Sağdakı ədədimiz isə kök altında 20 müsbət ədəddir. Mənfi ədəd müsbət ədədə bərabər deyil. Bunların bərabər olması üçün biz qarşıya bir dənə mənfi yazmalıyıq. Eyni qayda ilə mənfi 4 kök altında 3-ün cavabı neçə olar?